Salam, hər vaxtınız xeyir. Həkim nə deyir verilişi efirdədir. Bugün də çox savadlı, işində peşəkar olan bir doktor dəvət eləmişik. Qonağımız Azərbaycan Neyrocərrahlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş Beyin Cərrahiyyəsi şöbəsinin müdürü, həkim neyrocərrah Ələsgər Həsrətovdur. Xoş gəlmisiniz doktor. Xoş gününüz olsun. Necəsiz? Şükür Allaha yaxşıyıq. Hər zaman yaxşı olasınız. Doktor, elə mövzumuza təsnifatlandırmadan başlayaq. Neyrocərrah kimdir? Tibbin ən müasir, ən aktual sahələrindən biri neyrocərrahiyyədir. Kəllənin və baş beynin, o cümlədən onurğa sütunu və onurğa beyninin, həmçinin periferik sinirlərin cərrahi xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Müasir neyrocərrahiyyənin ömrü o qədər də uzun deyil, təxminən keçən əsrin əvvəllərində yaranıb və banisi də müasir neyrocərrahiyyənin Amerika neyrocərrahı Harvey Cushing sayılır. Onun doğum günü 8 aprel isə Beynəlxalq Neyrocərrahlar Günü kimi hər yerdə qeyd edilir. Azərbaycanda neyrocərrahiyyə sərbəst bir sahə olaraq, tibbin sahəsi olaraq 1969-cu ildə Respublika Klinik Xəstəxanasının bazasında ilk neyrocərrahiyyə şöbəsi açılmışdı və onun da şöbə müdürü ilk rəhmətlik Vəlibəyev Ağaverdi Şıdıbekoviç idi. Siz beyin damar cərrahiyyəsinin ölkəmizdə qurucususunuz və anevrizma məktəbini ilk dəfə ölkəmizə gətirmisiniz və 2011-ci ildən bugünə kimi əməliyyatlar icra edirsiniz. İstəyirəm bu haqqda biraz geniş məlumat verəsiniz. Anevrizma adını çəkdiniz. Birincisi tamaşaçılara bildirmək istəyirəm ki, bu beyin damarlarının bir xəstəliyidir. Çox təhlükəli, həyat üçün təhlükəli bir xəstəliyidir. Mahiyyəti damar divarının bir kisə şəkilli qabarmasından ibarətdir. Anadan gəlmə bir xəstəlikdir və adi halda ölçüləri milimetrik olur, ancaq qanadığı halda çox ciddi beyin qanamalarına səbəb ola bilər. Ona görə də bu xəstəliyin fəsad törətmə riski, ölüm törətmə riski çox yüksək olduğundan həmişə dünyada bu xəstəliyin müalicəsi məsələsi aktual olub. Amma nədənsə Azərbaycanda neyrocərrahiyyə qurulmasından 30-40 il keçməsinə baxmayaraq bu xəstəliklə ciddi məşğul olmayıblar. O yüzden də günlərin bir günü mən düşündüm ki, bu işə son qoymaq lazımdır və müraciət elədim müvafiq qurumlara. Onların dəstəyi ilə getdim, təhsil aldım xaricdə və gəldim. İlk belə hazırlıqlı, metodik əməliyyatı biz 2009-cu ilin sonunda tələbəm Rauf Sadıqovla bir yerdə icra elədik. O gündən bu günə artıq anevrizma cərrahiyyəsi Azərbaycanda yəni bir problem olaraq qalmadı. Çünki o zamanlar xəstələr məcbur olurdular ağır vəziyyətdə təyyarə ilə uzaq ölkələrə getmək və başlarına çox oyunlar gəlirdi. Və biz bu xəstə turizminin bu mənada qarşısını aldıq və bizim vətəndaşlarımız hal-hazırda həm bizim klinikada, həm də Azərbaycanın digər neyrocərrahi klinikalarında heç də dünyanın digər ölkələrindən keyfiyyətinə görə fərqlənməyən əməliyyatlar, həm açıq cərrahi əməliyyatları, həm bağlı əməliyyatlar belə deyək və bu məsələnin aktuallığı artıq itmişdir. Həm də qeyd edeyim ki, anevrizma cərrahiyyəsini mən başladığımdan sonradan mənim tələbələrim artıq onların sayı ən azı bir
6-8 nəfərdir. Onlar da anevrizma cərrahiyyəsi ilə məşğuldurlar. Neyrocərrahiyyənin çətin tərəfləri hansılardır? Neyrocərrahiyyə bir tibb sahəsi olaraq kifayət qədər çətin sənətdir. O yüzdən də elə indidən qeyd edeyim ki, bir neyrocərrahın hazırlanması digər bütün tibb ixtisaslarından daha çox vaxt aparır. 11-12 il buna vaxt sərf olunur. Amma yetişmiş bir neyrocərrahın olması üçün daha çox sərf. Ən azı bir 15 il vaxt sərf olunur. Niyə belə? Çünki təbabətin ən çətin sahəsidir. Nüanslar çoxdur. Onları bir-bir sadalaya bilərəm. Məsələn, bizim işçil orqanımız deyək ki, harda keçdirik, bu bildiyiniz kimi baş beyin və onurğa beynidir. Ən həssas orqanlardır. Niyə ən həssas orqanlardır? Çünki beyin bizim bütün orqan və sistemlərin fəaliyyətini idarə edir, onlara rəhbərlik eləyir. İnsanı insan edən xüsusiyyətlər, yəni məntiq, düşüncə, yaddaş, emosiyalar, bunlar hamısı beyin fəaliyyətinə bağlıdır. Ona görə də beyində bu cür vacib funksiyalar yerləşdiyindən cərrahi əməliyyatlar zamanı bu funksiyaların zədələnməsi və ciddi itkilərin, nevroloji, psixoloji durumda ciddi itkilərin əmələ gəlməsinə səbəb ola bilər. Bir digər çətinlik beyin funksiyalarının bərpa olma imkanlarının məhdud olmasından. Digər çətinlik neyrocərrahiyyənin texnologiyalardan digər sahələrdən daha çox asılı olmasından. Çünki bizim işçi cərrahiyyə sahəmiz çox dardır. Kiçik bir kəllə, kiçik bir onurğa sütunu və orada da kiçik bir pəncərə açırıq və oradan beynin dərin bölgələrində işləmək məcburiyyətindəyik. Bunun üçün mütləq digər vasitələrdən, məsələn, optik cihazlardan, mikroskopdan, endoskopdan, egzoskopdan, naviqasiya sistemlərindən, çünki təxmin hara getmək problem yaradır, beyində zədələnmə ehtimalları var. Ona görə də daha dəqiq lokalizasiya təmin edəcək naviqasiya sistemlərinin işlənilməsi, ultrasəs müayinəsindən intraoperasiyon istifadə, əməliyyat zamanı intraoperasiyon KT, MRT kimi vasitələrdən istifadə bu çox vacib nüanslardır. Doktor, son vaxtlar beyin damarlarında anevrizmaların bu qədər çox yayılmasının səbəbi nədir? Düşünürəm ki, xəstəliklərin öz sayı da, mütləq sayıda artmışdır. Necə onkologiyada olduğu kimi, o cümlədən damar cərrahiyyəsində də xəstəliklərin ümumi sayı, bu da hamıya bəlli yəni faktorlardan bağlıdır, müasir dövrə bağlı. Anevrizma özünü qanama ilə göstərir. Qalan halda anevrizmanı bilmək kifayət qədər çətindir. Bəzən baş ağrıları ilə, baş ağrısına görə çox adam gedib nə heç müayinədən keçmir, qaldı ki, angiografiya müayinəsinə. Yəni bir insanın beyin damarında anevrizma ola bilər və bu adam onu bilməyərək bütün həyatını yaşayıb bitirə bilər və heç aşkarlanmaz. Anevrizma adi halda heç bir əlamət vermir. Bəzən baş ağrılarına, yəni o anevrizmanın divarının dartılmasına bağlı, qıcıqlanmasına bağlı baş ağrıları verə bilər. Ona görə də o insanlar ki, davamlı baş ağrılarından əziyyət çəkirlər, onlar anevrizma baxımından müayinə olunmaları məsləhət olunur. Böyük anevrizmalar isə özlərini həcmli proseslər, yəni şişlər kimi apara bilərlər. Yəni qonşu beyin strukturlarını sıxmaqla müvafiq əlamətlər verə bilər. Nəzərə alsaq ki, böyük anevrizmaların sayı o qədər də yüksək deyil, biz onun üstündə o qədər dayanmayaq, amma ən böyük problem isə anevrizmanı, yəni üzə çıxardan həmən zəif anevrizma kisəsinin cırılması və bununla əlaqədar beyində baş verən qanamalardır. Yəni sağlam adam sağlam fonda birdən qəflətən bir çox kəskin ağrı başında, boynunda hiss edir, huşunu itirir, qusur və bu şikayətlərdən bəzən isə yəni o qansızma böyük hematomalara səbəb ola bilər, bir tərəf iflic ola bilər, nitq pozuntusu əmələ gələ bilər və s. Bu cür şikayətlərlə müraciət edir xəstəxanalara və
o zaman ilkin müayinə olaraq kompüter tomoqrafiya icra edilir və o qansızma məhz xarakter anevrizmanın cırılması üçün xarakter qansızma təyin edilir. Ondan sonra isə qalan müayinələr nəticəsində anevrizma diaqnozu qoyulur. Beyninə qan sızmadan neçə vaxtdan sonra müdaxilə olunarsa xəstənin həyatını qurtarmış ola bilərik. Bəzən qəfləti ölümlər baş verdi və bu qəfləti ölümlərin böyük əksəriyyət hallarda səbəbi bilinmirdi. O səbəblərdən biri də məhz anevrizma qanamaları idi. Bugün dediyim kimi imkanlar genişdir və bu həm ilkin tibbi yardım, həm xəstə anından xəstənin xəstəxanaya çatdırılma müddəti xeyli qısalıbdır. İstənilən xəstəlik nə qədər tez aşkarlayıb, nə qədər tez aradan qaldırsa, həm ölümün qarşısını almış oluruq, həm də beynin daha ciddi zədələnmələrinin, yəni o da isə gələcəkdə əlilliyə səbəb olur, bunların qarşısını almış olur. Doktor, hər baş ağrısı təhlükəlidirmi? Son zamanlar baş ağrılarından çox şikayət edirlər və hətta özlərinin müalicə eləyirlər. Elə biz özümüzlə. Bəli. Başım ağrıyor, yəqin təzyiqim qalxıb, dərman atıram, keçir. Təzyiq, yəni arterial təzyiqin yüksəlməsi baş ağrıların çox az halda səbəbi olur. Əksinə daha doğrudur. Yəni baş ağrısı özü təzyiqin qalxmasına səbəb olur. O yüzden təzyiq faktoru da var, amma buna bizim insanlar biraz daha çox yəni üstünlük verirlər bu faktora. Əslində elə deyil. Gündəlik baş ağrıları çox səbəblərdən ola bilər. Bunlar epizodik baş ağrılarıdır və səbəbini aradan qaldıran kimi tədricən keçib gedir. Amma bir də var davamlı baş ağrıları. Hansıları ki insanın həyat keyfiyyətini pozur, iş qabiliyyətini pozur, daima narahat eləyir onu. Təbii ki, belə baş ağrıların araşdırılması vacibdir. Onu da qeyd edelim ki, beynin parenximası, özü toxuması ağrıya bilməz. Yəni orada ağrı reseptorları yoxdur. Beyni ağrıdan beyin qışalarıdır, beyin damarlarıdır, bir də sinirləridir. Beyin özü ağrıyan bir struktur deyil. Çox vaxt bu ağrılar damar ağrılarıdır. Yəni beyin damarlarının aşırı sıxılması ya genəlməsi hesabına baş verən ağrılardır. O yüzden də və bu ağrılar da elə damarlara xas pulsasiya edici xarakterli ağrılar olur. Ona görə də belə xəstələr müayinələr keçməlidir. Tövsiyə olunan ən yaxşı müayinə MRT müayinəsidir. MRT birinci. Və orada şübhəli məqamlar olarsa, bayaq dediyimiz anevrizma filan şübhələr yaranırsa, o zaman angiografiya, digər müayinə üsullarında icra eləmək olar. Hamının ən qorxduğu ağrı başın arxa hissəsində olan ağrıdır. Çünki bəzi qarşımıza məlumatlar çıxır ki, burada olan ağrı bir balaca təhlükəli ağrıdır. Yəni bədən. Səidə xanım, mən onu elə düşünmürəm. Başın hər yeri əhəmiyyətlidir. İstər alnı olsun, istər təpəsi olsun, istər ənsəsi olsun, istər gicgahı olsun və hər bir yerdə olan ağrıya ciddi yanaşmaq lazımdır. Yəni mən elə statistika tanımıram ki, ənsədə olan ağrılar daha ciddidir, nəinki alnında. Yəni ki, bizi aldatmayın. Doktor, başdan danışmışkən hamının qorxulu yuxusu onkologiya. Bu xəstəlik bir balaca artıb. Beyin onkologiyası və xahiş edirdim bu barədə danışasınız. Beyin cərrahiyyəsinin mühüm qollarından biri də beyin onkologiyasıdır. Həm onurğa beyni, onurğa sütunu şişləri, həm kəllə və baş beyin şişləri. Böyük sahədir. Mənim birbaşa, yəni ciddi məşğul olduğum sahədir. Bayaq anevrizmalardan danışdığımız kimi bu xəstəliyin də yəni müraciət sayları son illər xeyli artmışdır. Həm sayılar, bunun səbəblərini bayaq sadaladıq, yəni müayinə imkanlarının artması, daha əlçatan olması və s. Həm də mütləq sayının artması məsələsi var. Ən narahat edən nüanslardan biri isə xəstələrin və xəstəliklərin cavanlaşmasıdır. Eyni xəstəliklər yeniyetmələrdə də, uşaqlarda da daha tez-tez rast gəlirik. Səbəbləri təbii ki, onkoloqlar araşdırarlar daha detallı. Bizim neyrocərrahların məqsədi insanları bu xəstəlikdən qurtarmaqdır. Yəni daha çox işi ləğv eləmək. Sonra isə
digər mütəxəssislərlə bir yerdə o şişin təbiətindən asılı olaraq, xoş xəstəli, bəd xəstəli olmasından asılı olaraq şüa mütəxəssisləri ilə, immun sistem mütəxəssisləri ilə, kimya-terapevtlərin köməyi ilə bu xəstələrin keyfiyyətli yaşam müddətini artırmaqdır əsas məqsəd. Estetik neyrocərrahiyyədən danışaq, ilk öncə hansılar qeyd edərdiniz? Əslində rəsmi olaraq belə bir neyrocərrahiyyə növü mövcud deyil. Amma müasir dövrdə təbii ki, yəni estetik neyrocərrahiyyə termini işlənilir. Çünki biz funksiyanı bərpa etməklə yanaşı, həm də insanların gözəlliyini, xarici görkəmini pozmamalıyıq. Bizim sahədə də bu aktual məsələlərdən biridir. Məsələn, buna bir neçə səbəblər göstərə bilərəm. Müxtəlif travmalardan, əməliyyatlardan, məsələn, müharibədə odlu silah yaralanmalarından, müxtəlif səbəblərdən kəllə sümüklərinin defektləri yaranır. Və bu kəllə sümüklərinin defektləri insanların xarici görkəmində çox kobud deformasiyalara gətirib çıxardır və əsas məsələlərdən biri də neyrocərrahların qarşısında duran həm o Allahın yaratdığı qapalı beynimiz qapalı kəllənin içində yerləşir. Onu təmin etməliyik, onun bərpa etməliyik və bərpa edərkən həm də həmən dediyim estetik nüanslar nəzərə alınır. Bu əməliyyatlara, yəni sümük defektlərinin aradan qaldırılması əməliyyatları kranioplastika adlanır. Məsələn, biz xəstəxanamızda sümük defektlərinin titan lövhələrlə bağlanması, müxtəlif akrilat implantlarla bağlanması əməliyyatlarını icra edirik. Son zamanlar isə 3D texnologiyalar yaranıb. Kəllənin müayinələrini göndəririk müəyyən mərkəzlərə və orada daha dəqiq o defektin ölçülərinə, formasına uyğun implantları çap eləyirlər və biz də onları tətbiq eləyirik. Xüsusən uşaq yaşlarında aktual bir xəstəlik var. Buna kraniosinastozlar deyirlər. Yəni kəllə sümükləri arasındakı tikişlərin vaxtından qabaq bitişmələri hesabına kəllənin müxtəlif deformasiyaları olur. Yəqin siz hər biriniz rast gəlmisiniz. Uzunsov kəlləsi olanlar var. Sıxılmış girdə kəlləsi olanlar var, yastı kəllə. Bunların da üzərində icra edilən əməliyyatlar və estetik əməliyyatlardır. Yəni estetik əməliyyatlarla bu formanı dəyişmək olur. Kəllənin formasını daha çox təsadüf edilmiş bir hala kimi gətirmək olar. Fürsətdən istifadə edib bir məsələni də deyə bilərəm. Məsələn, birbaşa estetik əməliyyat olmasa da bir qism insanlarda belə bir sindrom müşahidə edilir. Buna hemifasial spazm deyirlər. Yəqin siz belə insanları görmüsünüz. Onların üz əzəlləri, xüsusən göz ətrafında, yəni üzə, bəzən boyun əzəllərinin qeyri-iradi səyrimələri, dartılmaları olur. Müalicə üsulları var, amma radikal müalicə üsulu, məsələn, müəyyən dərmanlar müvəqqəti kömək eləyə bilər, botoks iynələri müvəqqəti kömək eləyə bilər. Biz isə bunların əsas səbəbini aşkarlayıb cərrahi əməliyyatlar eləyirik. Mikrovaskular dekompressiya deyilən və çox ciddi gözəl nəticələr alırıq. Məncə estetik neyrocərrahiyyə haqqında bu qədər. Onurğa beyni hansı funksiyalarını yerinə yetirir və onun zədələnməsi zamanı orqanizmin nə kimi dəyişikliklər baş verir? Onurğa beyni, yəni onurğa kanalında yerləşən təxminən 1 santimetr enində və sanki uzun bir kabeldir. Və bu kabelin məqsədi beyni bədənlə birləşdirmək, əksini də deyə bilərik, bədəni beyinlə birləşdirmək məqsədi daşıyır. Çox mühüm rolu var. Rolu ondan ibarətdir ki, onun içində gedən sinir siqnallarını beyindən bütün bədənə ötürür. Yəni bizim istənilən hərəkətimiz məhz bu yolla baş verir. Bizim bütün hisslərimizi, ağrı hissiyatını, toxunma hissiyatını, temperatur hissiyatını, digər dərin hissiyat növlərini, yəni məsələn mən əllərimdə icra elədiyim hərəkətlərin istiqaməti, onların həcmi, bütün bu informasiyalar məhz onurğa beyni ilə baş beyinə daşınılır. Digər məsələ çanaq üzvləri funksiyaları, məsələn bağırsağın funksiyasının təmini, sidik kisəsinin funksiyasının təminidir. Bunlar da təbii ki, həmən liflərlə
tək bunlar deyil. Bundan əlavə məsələn bir vegetativ sinir sistemi deyilən bir növü də var sinir sisteminin, hansı ki bizdən asılı olmayan funksiyaları təmin edir. Məsələn, bizim ürək döyünməmiz bizdən asılı deyil, bağırsaqlarımızın hərəkəti bizdən asılı deyil, bizim tər vəzlərimizin fəaliyyəti bizdən asılı deyil. Bunların da funksiyasının təminində onurğa beyininin böyük rolu vardır. Doktor, bəs onurğa beyninin zədələnməsində hansı hallarda əməliyyat vacibdir? Müasir dövr sürətli dünyamızda təbii ki, onurğa beyni və onurğa sütunu travmalarında sayı artıbdır və bu travmalar həm kobud və ortopedik nəticələrə gətirib çıxardır. Yəni onurğa sütununun deformasiyalarını gətirib çıxardır, həm də onurğa kanalının özünün yəni o möhtəviyyatı deyək də, onurğa beyni və onurğa beyni qişaları, o sinirlərin zədələnmə əlamətlərindən özünü büruzə verir. Nə zaman əməliyyata göstərişlər yaranır? O zaman ki, onurğa beyninin funksiyası və sinirlərin funksiyası zədələnir. Məsələn, bu zaman nə şikayətlər əmələ gəlir? Kəskin ağrılar əmələ gəlir. Hərəkət pozuntuları, hissiyyat pozuntuları, bayaq dediyim çanaq üzvləri funksiyasının pozuntuları əmələ gəlir. Bu, birbaşa əməliyyata göstəriş yaranır deməkdir. Bəzən isə əməliyyatlar həm də ortopedik məqsədlər üçün icra edilir. Məsələn, ağır bir onurğa xəsarəti almış xəstənin rahat oturtmaq problemi yaranır. Bu zaman kobud onurğa sütununda deformasiyalar varsa, onları funksiya düzəlməsə də onu düzəltməyə ehtiyac var ki, insan ömrünü davam eləyə bilsin. Çox sağ olun gəldiyinizə görə. Verilişimizin qonağı Azərbaycan Neyrocərrahlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş Beyin Cərrahiyyəsi şöbəsinin müdürü, həkim neyrocərrah Ələsgər Həsrətov idi. Verilişimizin baş sponsoru Kraton Klinikasıdır. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi, uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Sağlam uşaq, sağlam gələcəkdir devizini rəhbər tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlıq mərkəzi mövcuddur. Klinikanın reabilitasiya şöbəsi manual terapiya, fizioterapiyya, reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personel ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmafarez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Hörmətli pensiyaçılar, Kraton klinikdə pensiyaçılar üçün xüsusi endirimlər mövcuddur. Belə ki, bu endirimlərdən yararlanmaq üçün e-sosial mobil tətbiqini yükləyib qeydiyyatdan keçərkən tətbiqdəki barkodu ödənişdən əvvəl kassada göstərməyiniz yetərlidir. Kraton klinik sağlamlığınız uğur hekayəmizdir. Verilişimizə Kraton Klinikasının baş sponsorluğu ilə baxırsınız. Mənə elə gəlir ki, mövzumuz hamı üçün maraqlı olacaq. Çünki dəvət elədiyimiz həkimlərin əksəriyyəti deyir ki, bax bu xəstəlik genetikdir. Ən yaxşı olar ki, genetika üzrə mütəxəssis bu sualınızı cavablandırsınız. Biz də düşündük ki, məhz genetika ilə bağlı bir uzman, bir peşəkar doktorumuzu dəvət eləyək. Beləliklə qonağımız Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun İnsan Genetikası Laboratoriyasının müdürü, tibb üzrə fəlsəfə doktoru Bayram Bayramovdur. Xoş gəlmisiniz doktor.
Hər vaxtınız xeyir olsun. Mən də sizləri salamlayıram. Xoş gəlmisiniz. Azərbaycanda irsi və ya genetik xəstəliklərlə bağlı vəziyyət necədir və narahatlıq üçün ciddi əsas varmı? Elə bir coğrafi mövqedə yerləşirik ki, burada müxtəlif xəstəliklərin rast gəlmə tezliyi müxtəlifdir. Xüsusilə də irsi qan xəstəlikləri üzrə problemlər bizim ölkədə var və kifayət qədər də geniş yayılmışdır. Nəinki bir mərkəzdə və yaxud da bir deməli rayon, bir kənd. Bu baxımdan qohum evliliklərinin tezliklərinin deməli yüksək olması eyni zamanda bu xəstəliklərin üzə çıxma ehtimalını dəfələrlə artırmış olur və ümumilikdə qiymətləndirən zaman isə onu deyə bilərəm ki, vəziyyət o qədər də ürək açıcı deyil bu sahədə. Konkretləşdirsək, bizdə daha çox yayılmış irsi xəstəlik hansıdır? Statistik məlumatlarımıza əsasən xüsusilə talassemiyanı biz ön plana çıxara bilərik. O qədər geniş yayılmışdır ki, məsələn, əvvəlki statistikaya baxsaq hər 7-8 nəfərin daşıyıcı olduğunu biz görürdük. Son tədqiqatlar isə beta talassemiya üzrə deməli daşıyıcılıq səviyyəsini 4%-ə qədər, alfa talassemiya isə təxmini bir 10%-ə qədər azaldığını görürük. Xüsusilə bu hematoloji xəstəliklər üzrə, yəni irsi xəstəliklər üzrə problemlər respublikamızda geniş yayılmışdır. İstər talassemiya olsun, istər hemofiliya xəstəlikləri olsun. Bununla yanaşı sinir əzələ sistemi xəstəliklərini götürsək, spinal əzələ atrofiyası da deyilir, SMA xəstəliyi. Bu xəstəlik üzrə də deməli ürək açan mənzərə yoxdur. Bunun da əsas səbəbləri daşıyıcılıq hallarının deməli çox olması, qohum nigahlarının və eyni soydan gələn şəxslərin izdivaca girməsi, prenatal diaqnostik üsullardan istifadə etməmələri bu xəstəliklərin üzə çıxma ehtimalını dəfələrlə artırmış olur. Yeni qanuna görə artıq qohumlar, yəni əmi qızı, dayı qızı evlənə bilməzlər. Bu gələcəkdə bu xəstəliyin artmağına bir təkan ola bilər? 2025-ci il iyulun 1-dən artıq dövlət səviyyəsində qərar verildi ki, qohum nigahları artıq ölkə səviyyəsində qadağan olunsun. Bu bir sıra məsələlərin qarşısına sədd çəkən əslində çox yerində və düzgün verilmiş addımlardan biri idi. Bəli, yəni qısaca cavab versək, əlbəttə ki, çox sayda xəstəliklərin qarşısını ala biləcək bu addım. Amma bu demək deyil ki, qohum olmayanlar artıq evlənir və onlarda genetik xəstəliklər üzə çıxmayacaq. Təsadüfi daşıyıcılıq termini burada ortaya çıxır. Yəni hər bir insan müxtəlif xəstəliklərin daşıyıcısı ola bilər. Sadəcə nə zaman problem ortaya çıxa bilər? Təsadüfən iki şəxs evlənir. Zahiri görkəmcə tamamilə sağlamdırlar. Genlərində daşıdığı, yəni müxtəlif xəstəliklərin daşıyıcılığı olduğu üçün onların uşaqlarında belə deyək də bu xəstəliklər üzə çıxa bilir. Yəni əslində ilkin etapda qohumlar arasında nigahların belə azaldılması xeyli sayda belə ümid edirik ki, bu problemlərin önünü kəsəcək. Yəni bir sədd qoyacaq. Amma yenə də digər müayinə üsullarına bizim ehtiyacımız var ki, bu xəstəliklər üzə çıxmasın. Biz bax bu xəstəliklərdən uşaqlarımızı necə qoruya bilərik? Bir neçə yol var təbii ki. Skrining müayinələr, yəni tarama testləri dediyimiz hallar, yəni skrining müayinələrinin aparılması bizim toplum üçün spesifik olan bir sıra xəstəliklərin vaxtında aşkarlanmasına imkan yaradır. Və ya nigahdır və ya qohumdur, qohum deyil, qohum olmayanlardan indi söhbət eləyək. İki şəxs nigaha girir. Nigah öncəsi belə hər bir insan indiki testlər ona imkan verir ki, indiki analizlər ona imkan verir ki, öz genomunu oxuda bilər. Və öz genomunu oxudan zaman harda problem var, hansı genlərdədir, ortaq xəstəlik üzrə daşıyıcılıq varmı? Yəni bu əsas nüans budur. Yəni bizim istəmədiyimiz vəziyyət ondan ibarətdir ki, hər hansı bir ortaq xəstəlik bir X genində yerləşir, cütlük. Bu gen üzrə daşıyıcıdır. Daşıyıcı olduğu zaman artıq biz onlara konsultasiyalar edirik və necə onların doğru belə deyək də yönləndirilməsini təmin edirik və sağlam uşaq dünyaya gətirilməsini təmin edirik. Doktor, deyək ki, qadın hamilədir. Bəli. Hamilə ikən genetik analizləri verə bilirmi? Bu zaman ultrasəs müayinəsi önəmlidir. Yəni ultrasəs mütəxəssisi əsas yönləndirici olur bizim üçün. Çünki ilkin olaraq o müayinələri belə deyək də ultrasəs həkimi görür əslində və yaxud da hər hansı bir ölçünün az olması, belə deyək də hamiləlik trimestrinə uyğun olmaması kimi vəziyyətlər artıq burada genetik xəstəliyin olub olmaması haqqında bir informasiya vermiş olur. Müxtəlif testlər var, tarama testləri var, ikili, üçlü,
dördlü tarama testləri və son dövrlərdə belə bir genetik test yayıldı və demək olar ki, hələ bu tarama və yaxud da screening testi sayılır, diaqnostik deyil. NIP testi biz ona deyirik, non-invaziv prenatal testing kimi gedir ingilis dilində və yaxud da qeyri-invaziv prenatal test kimi. Sadəcə olaraq ana qanından bir neçə milli qan götürməklə 9-cu həftədən etibarən bir sıra xəstəlikləri bütün xromosomlar səviyyəsində belə deyək də analizlər olunur və ən çox da məsələn Down-dur, Edwards-dır, Patau kimi sindromlar və yaxud da cinsiyyət xromosomlarına bağlı bu anomaliyaları hətta 11-ci, 12-ci həftədə belə təyin etmək mümkündür. Doktor, yaxşı, genetik və irsi yolla keçən xəstəliklərdən necə qorunmaq olar? Əsas qorunma yolları bu müayinələrdən keçmək, fərqindəliyin artması, maarifləndirmə tədbirlərinin görülməsindən asılıdır. Məsələn, ola bilər ki, ailədə hələ ailə qurmayan bir fərd var və bu fərqindədir ki, bunun deməli bu ata tərəfdə və yaxud da ana tərəfdə bir neçə fərddə genetik xəstəliyə bənzər bir problemlər var və artıq həmin şəxs məlumatlı olur ki, bu xəstəlik buna da keçib və yaxud da keçəcək və məsələn, şəkərli diabet. Şəkərli diabet ola bilər, multifaktorial hipertenziya, hipertoniya kimi xəstəliklər ola bilər və s. Həmişə ailələrə də biz məlumatlar veririk ki, artıq bu xəstəliyin diaqnozu varsa sizdə, bu genda problem varsa, özünüz belə bu xəstəliklə bağlı tədqiqatları, yeni tibbi nailiyyətləri izləyə bilərsiniz. Məsələn, bu il üçün bu xəstəlik müalicəsi yoxsa, bu deməkdir ki, bir 10 ildən sonra bu bəlkə də elə bir dərman, elə bir vasitələr çıxacaq ki, bu xəstəliyi gen terapiya səviyyəsində həll edəcək. Xəstəliklər müxtəlifdir, yəni resessiv gizli yolla ötürülür, dominant yolla ötürülür və yaxud da 3 nəsildə var və bir adam bilmək istəyir ki, məndə də bu üzə çıxa bilərmi və s. Bu testlərin olunması profilaktik tədbirlərin görülməsi üçün çox əhəmiyyətlidir. Ta ki, anasında süd vəzi xərçəngi olan bir qadın əlbəttə ki, risk daşıyır. Bu 35, 40, 50 yaşlarına gələn zaman bu xəstəlik onda ola bilər. Bu zaman genləri bəlli qrup o xəstəlik üçün spesifik olan genləri yoxlamaqla əslində o xəstəliyin kökünü kəsmiş olur və yaxud o qoruyucu tədbirlər, profilaktik tədbirlər görmüş olur. Və beləliklə də görün, yəni bir adi bir test, adi bir genin analizi nə qədər böyük bir xərclərdən, psixoloji vəziyyətlərdən və böyük bir xəstəlikdən insanları qorumuş olur. Doktor, testlər demişkən, bizdə vəziyyət necədir? Əvvəlki vəziyyətlərə nisbətən bir qədər inkişaflar var. Təbii ki, əvvəllər heç bir dövlət müəssisəsində, özəl sektorda analizlər vermək mümkün olmurdu. Biz digər ölkələrdən asılı vəziyyətlərdə qalırdıq. Bir neçə xəstəliklər üzrə artıq həm prenatal diaqnostika, həm postnatal diaqnostika etmək mümkündür. Xüsusilə də bu talasemiya ilə bağlı olan problemlər, hemofiliya ilə bağlı problemlər, daha sonra leykozlar, irsi qan xəstəliklərindən dedik, onkoloji deməli qan xəstəliklərinə, leykemiyalarla bağlı problemlər ölkəmizdə bu problemləri həll etmək, düzgün diaqnoz qoymaq və yönəltmək mümkündür. Amma irsi xəstəliklərin özləri də çox çeşidlidir və dedik ki, var toplumda çox sıx rast gəlinən. Yəni hər 10 nəfərdən biri daşıyıcı ola bilər, 50 nəfərdən biri daşıyıcı ola bilər. Bir də var nadir yayılan genetik xəstəliklər. Təbii ki, nadir yayılan genetik xəstəliklərin diaqnozu hər 3-4 ildən bir xəstə görərsən bu xəstəlik üzrə və ya görməsən. Elə, bax mən onu deyəcəydim. Daha çox yayılmış xəstəlik hansıdır? Nadir görülən xəstəliklər hansıdır? Hansı xəstəliklər? Alfa talasemiya, beta talasemiya, hemofiliyalar deyilir, spinal əzələ atrofiyasının dedik, kistik fibroz xəstəliyi var. Ümumiyyətlə sinir əzələ sistemi ilə bağlı problemlər çox rast gəlinir. Həm sümüyə bağlı problemlər, həm skelet əzələlərinə bağlı olan problemlər çox rast gəlinir. Bununla da yanaşı epileptik tutmalıdır. Epilepsiyanın əslində xəstəlik qrupu baxımından nevroloji bir xəstəlikdir, amma epilepsiyanın genetik əsasları var. Yəni genetik analiz verməklə epilepsiyanın hansı genə bağlı olduğu və indi dərmanlar çıxıb, o genə görə artıq dərmanlar təyin olunur. Bundan başqa əslində biz bu xəstəlikləri genetik səviyyədə danışırıq. Bir də var multifaktorial xəstəliklər, məsələn, xərçəng xəstəlikləri. Nə qədər geniş yayılıb, istər süd vəzi xərçəngi, istər yoğun bağırsaq xərçəngi çox geniş yayılıb və bunların da təbii ki, toplumda çox rast gəlinən
xəstəliklər qrupuna aid edirik. Buna başqa nadir yayılan genetik xəstəliklər isə toplumda az rast gəlinən və diaqnozu məsələn galaktozemiya xəstəliyi var, çox az rast gəlinir. Hansı xəstəlik? Galaktozemiya xəstəliyi var. Nə xəstəlikdir bu? Deməli şəkər mübadiləsinin pozulması ilə əlaqəli genetik bir xəstəlikdir, tək bir genə bağlıdır. Və o gendəki bu mutasiyalar, genetik dəyişikliklər bu xəstəliyə səbəbiyyət verir. Yəni tək gen xəstəliklər qrupuna aiddir. Əlamətləri necədir bu xəstəliyin? Deməli galaktozaya qarşı belə deyək də o metabolizmdə problemlər yaranır. Bu daha çox deməli qaraciyərin böyüməsi, sarılıq kimi əlamətlərin özünü göstərir, qusma, ishal kimi əlamətlərin özünü göstərir və s. Yəni bu xəstəliklər isə dediyimiz kimi bunların həm diaqnostikasını etmək və belə deyək də diaqnozun qoyulmasında diqqətli olmaq lazımdır ki, bir neçə yəni differensial diaqnostikaya getmək lazımdır. Yəni elə əlamətlər baş verir ki, digər deməli xəstəliklərlə də qarşılaşdırıla bilir. Bir dənə də mukopolisakharidozlar haqqında danışmaq istəyərdim. Məsələn, bu xəstəlik qrupu daha çox deməli sümük skelet sisteminə təsir göstərir, boy qısalığı ilə özünü biruzə verir. Məsələn, bizim toplumda deyərdim ki, boy qısalığı ilə bağlı problemlər də kifayət qədər genetik əsaslıdır. Yəni bu problemin əgər biz dərindən tədqiq eləsək, hansı bir gende bir problem var, ya bir xromosomla əlaqəli problemdir. Məsələn, qız uşaqlarında Turner sindromu. Məsələn, qısa boylu qız uşaqlarında ən çox rast gəlinən xromosomal bir patologiyadır. Yəni bir X xromosom orada olmur. Və yaxud da mukopolisakaridoz dediyimiz bu yaxınlarda elə mənim öz qəbuluma gələn deməli bir pasiyentimiz var idi. Orada mukopolisakaridoz xəstəliyindən şübhələnirdi, amma gəlib çıxdı tamamilə başqa bir gen, başqa bir genetik xəstəlik. Yəni burada artıq diferensial diaqnostika çox önəmlidir. Yəni hansı genə bağlı olması, irsə necə ötürülməsi və belə deyək də nə şəkildə özünü göstərməsi. Tutalım, bildi ki, bu xəstəliyin daşıyıcısıdır və dünyaya övlad gətirmək istəyir. Uşaqda gələcəkdə bu yaranmamaq üçün nə etməli? Ailələrə məsləhət gördüyümüz iki yol var. Xüsusilə də bu metodikaları bu prenatal dövrdə biz invaziv olmayan və yaxud da qeyri-invaziv və invaziv üsullara ayırırıq. Xüsusilə bu invaziv üsulda amniyosintez deyilən bir üsul var. 16-cı həftə tamamlanır və dölyanı mayədən belə həmin doğulacaq körpənin həmin o geni daşıyıb daşımaması, orada hər hansı bir patologiyanın genetik səviyyədə olub olmamasını bilə bilirik. İşin bu tərəfi bundan ibarətdir ki, yəni bu bəzən ailələr məsələn gəlir 16-cı həftədə, 17-ci həftədə bəlli olur ki, hə, uşaqda bu xəstəliklə var olacaq, bu xəstəliklə uşaq doğulacaq. Qeyd etdiyiniz kimi bu ailə üçün çox böyük bir həm psixoloji, həm ana üçün çox böyük travmadır və ana övladından belə deyək də dünyaya gətirmək istəyir, amma bu problemin olmasını istəmir. Amma bəzən isə təəssüf ki, bu suni doğuşlara gedilmiş olur. Mən həmişə maraqlı olur ki, bax insan bilir ki, bunun irsi xəstəliyi var, daşıyıcıdır. Niyə dünyaya övlad gətirib, gələcəkdə o övladı niyə mən dünyaya gətirmisən sual qarşısında aciz qalır? Deməli çox belə maraqlı bir nüansdır. Çoxdur məsələn. Əslinə qalsa bütün insanlar, yəni sağlam belə deyək də heç bir genetik dəyişikliyi olmayan insan yoxdur. Belə baxanda bir neçə xəstəliyin biz daşıyıcısı ola bilərik. Sadəcə daşıyıcı insan sağlam insanla evlənən zaman bu problemi irsən ötürür. Amma daşıyıcı insan tamamilə fenotipik cəhətdən zahiri görkəmcə tamamilə sağlamdır. Genetik analizlər əl çatandır. Ümumiyyətlə vəziyyət necədir? Bir sıra xəstəliklər var ki, onlarda tarama və yaxud da skrininq testlərini aparmaq mümkündür və bunlara biz kütləvi müayinə üsulları deyirik. Kütləvi müayinə üsullarının fərqi nədən ibarətdir? Bu bir skrininq üsuludur. Hər hansı bir gende problem olub olmadığını sizə göstərir. Və kifayət qədər ucuz olur, sadə onu təyin eləmək çox sadə olur. Bunu gözləmə aylarla 2 ay gözləyim, 1 ay gözləyim, yəni bu problemlər olmur. Bir neçə gün ərzində həmin gende problemin olub olmadığını bizə deyə bilər. Xüsusilə də hematoloji xəstəliklərlə bağlı ölkəmizdə bu tədbirlər həyata keçirilir. Bundan başqa mən yenə də spinal əzələ atrofiyasını xüsusilə vurğulamaq istəyirəm ki, o xəstəliyin də məsəl üçün kütləvi xarakterini biz analizini həyata keçiririk və ilkin etapda hər hansı bir miopatiya, əzələ zəifliyi şübhəsi varsa yeni doğulan uşaqlarda öncədən o gende bir problem olub olmadığını 1-2 gün ərzində bilə bilirik. Amma bu testlər diaqnostik sayılmır. Sadəcə problemin nə olduğunu bizə deyir. Və daha dəqiq diaqnoz üçün isə təbii ki, daha dərin analizlərə biz ailələri, uşaqları həkimlərə
alimləri yönləndirmiş oluruq. Doktor, bu testlərin dəqiqliyi necədir? Ümumiyyətlə səhv çıxma ehtimalı varmı, yoxsa yox? Artıq marka cihazlar çıxır və dünya səviyyəsində tanınmış cihazlardır. Bu cihazların səhv etmə ehtimalı əvvəlki illərlə müqayisədə dəfələrlə azalmış olur. Demək olar ki, səhv xəta çıxma ehtimalı 1% ola bilər və ya olmaya Təcrübənizdə ola varmı bilər. belə bir hal? Belə bir hal olmayıbdı. Əksərən deməli klinik simptomlarla əlaqəli mutasiyaları biz görürük və artıq dəqiq diaqnoz üçün bunlar təsdiqlənmiş belə deyək də metodikalardır. Aydın. Həmişə eşitmişik ki, 7 nəsil xəstəlik yaddaşda qalır. Yəni bu nə dərəcədə doğru? Doğrudanmı bu 7 nəsil sözü, ifadəsi doğrudan da var? Bəli, əslində tamamilə doğru bir kəlmədir. Bizim elə sahəyə aid olan bir terminlərdir. Yəni irsi xəstəliklər əslində belə deyək də həmişə qeyd edilir ki, nəsildən nəsilə ötürülən xəstəliklərdir. Yəni daşıyıcılıq halı ola bilər və yaxud da dominant yolla ötürülə bilər. Məsələn, dominant yolla ötürülən bir xəstəliyin bir xüsusiyyəti. Bunu izah edin dominant yolla. Dominant yolla ötürülən məsələn genin allelləri var. Yəni bu xəstəliyə səbəb olması üçün bir dənə allel kifayətdir. Yəni bir dənə nüans orada kifayətdir ki, bu xəstəlik həmin deməli uşaqda meydana gəlsin. Bir xüsusiyyəti var dominant xəstəliyin. Bir 3 nəsli biz ailə ağacını pedigri deyirik. Ailə ağacını biz 3 nəsil analiz edən zaman hər nəsildə bir nəfərin xəstə olduğunu görürük. Bu artıq bizi fokuslandırır ki, burada bir dominant xəstəlik var. Yəni hər nəsildə ya qız, ya oğlan uşağı xəstə doğulur. Bir xüsusiyyəti var bu dominant xəstəliklərin, nəsil atlama deyirik buna. Bir neçə nəsil o gendəki dəyişiklik özünü göstərməyə bilir. Məsələn, bir 3 nəslində var idi, 2 nəsil gizli qalır və artıq növbəti nəsillərdə üzə çıxır. Resessiv xəstəliklər üçün deyirik ki, 2 daşıyıcı fərd evlənən zaman xəstə uşaq doğulma ehtimalı var və ehtimal da 25%-dir. Dominant xəstəliklər üzrə isə xəstə uşağın doğulma ehtimalı 50%-dir. Valideyn deyir ki, mənim ilk evladım da sağlamdır, ikinci evladım da sağlamdır, amma üçüncü evladımda bu kimi xəstəliklər yaranır. Məsələn, deyək ki, Down sindromu aşkar olunub xanımın. Evlad təbii ki, böyümədən götürülür. Bu necə olur, doktor? Əslində burada məsələ nədən ibarətdir? Yəni hər iki fərd varsayaq ki, genetik bir xəstəliyin daşıyıcısıdır. Amma xəstəliyin üzə çıxma riskləri var. Yəni bu risklər neçə faizdir? Məsələn, resessiv xəstəlik, yəni gizli yolla ötürülən xəstəliklərdə əslində 75%-lə sağlam uşaq dünyaya gələ bilir. Orada xəstəlik ehtimalı 25%-dir. Lap deyək ki, qohumdular, evləniblər, 2 dənə uşaq var, tamamilə sağlamdılar. Və ya biri sağlam, biri daşıyıcıdır. Amma fenotipik cəhətdən baxan zaman isə tamamilə sağlam olaraq qeydə alınmışdır. Və ailə də iddia edir ki, nə olsun, yəni mən hətta arqument gətirir ki, mən qohum evliliyi eləmişəm, mən tamamilə sağlam, hətta qohum evliliyini digər ailələrdə tövsiyə edir. Və belə olduğu təqdirdə şans məsələsidir ki, doğulan uşağı ya sağlam ola bilərdi, ya daşıyıcı ola bilərdi, ya da xəstə ola bilərdi. Bunlardan 2 uşağı olub sağlam kateqoriyaya düşübdür. Belə deyək də sağlam uşaq dünyaya gəlibdir. Və ya 2 uşağı sağlamdır, 3-cü uşaqda problem gəlir. 3-cü uşaqda nə zaman gəlir? 25% o risk ki deyirik, həmin o qrupaya düşmüş olur və belə deyək ki, o xəstəlik üzə çıxma ehtimalı orada mümkün olur. Və ya ailədə heç bir daşıyıcılıq yoxdur, gəlir, ilk uşaqda Down sindromu üzə çıxır. Təbii ki, burada artıq iki cinsi hüceyrə mayalanan zaman cinsi hüceyrələrdə hər birində 23 xromosom var. Və insanın fərd olması üçün 23 dənə xromosom birləşməlidir. Bu etapda problem meydana gəlir. Yəni o xromosomlar ayrılmır, ayrıla bilmir. Bir dənə xromosom orada artıq yaranır. Yəni bir xromosom artıqlığıdır. Məsələn, ailələr bir uşaq Down sindromu ilə doğulub, tələf olub və növbəti dəfə risk varmı? Təbii ki, burada xromosom xəstəliklərində risk həmişə 1-3% arasındadır. Yəni az da olsa risk var. Bəli. Daha çox daşıyıcı xanımlardır, yoxsa bəylərdir? Əslində burada cinsiyyət ayrımı yoxdur. Yəni bu genetik analizin nəticəsində bilirik ki, məsələn, hər iki fərd iddia edir ki, mən sağlamam, mənim heç bir ana tərəfimdə bir problem yoxdur, ata tərəfdə problem yoxdur və s. və s. Genetik testin nəticəsi bizi bu sürprizlərlə belə deyək də qarşılaşdıra bilər. Məsələn, bəlli olur ki,
Məsələn, mənim praktikamda olmuşdu ki, 3 dənə genetik xəstəliyin təsadüfən başqa ayrı-ayrı bir zonalarda 3 dənə genetik xəstəliyin daşıyıcısıdırlar. Özdə onlar eyni gen, eyni bölgədə fokuslanıbdır da, belə deyək də, birləşibdir. Belə olduğu təqdirdə bu analizlər əslində bu problemləri üzə çıxarır. Tam dürüst şəkildə bizim qarşımıza faktla qoyur ki, sən 5 xəstəliyin daşıyıcısısan və yaxud da 10 xəstəliyin daşıyıcısısan və ya 1 xəstəliyin daşıyıcısısan. Yəni hər iki həm qızlarda, həm oğlanlarda bu fakt belə halda heç kimi günahlandırmış olmur. Çünki çox vaxt deyirlər ki, xanımlardır xəstəliyin, bəzi xəstəliklərin. Bizim bəli toplumda bu çox var və bu faktlarla çox rastlaşırıq. Hər kəs qadını daha çox belə günahlandırır, amma əsla elə deyil. İnsan bir fərd olaraq müxtəlif xəstəliklərin daşıyıcısı ola bilər. Bu kişi və yaxud da qadın məsələsi Qadına deyil. görə aydındır. Nəyə görə bizdə xəstəliklər, xüsusilə genetik xəstəliklər müəyyən yaşdan sonra ortaya çıxır? Bütün xəstəliklər cavanlaşmağa doğru gedir, amma əksər halda deyirik ki, bir neçə yaşdan sonra, bir neçə ildən sonra belə deyək ki, bu xəstəliklər üzə çıxma ehtimalı artır. Bunun bir neçə səbəbi var. Birinci, orqanizmin özünün fizioloji vəziyyətinin getdikcə zəifləməsi və genomda hər hansı bir problem olan zaman orqanizm özünü həmin o genomdakı problemləri bərpa edə bilir. Biz buna DNT-nin təmir mexanizmləri və yaxud da DNT-nin özünü təmir etmə mexanizmləri deyirik. Və normal fizioloji hal olan bu qocalıq, bu yaşlanma ilə əlaqəli olaraq bütün orqanizm səviyyəsində bu problemlər getdikcə zəifləməyə doğru gedir. Və biz zamanla hipertoniya xəstəliyini, şəkərli diabet xəstəliyini, Parkinson xəstəliyini, xərçəng xəstəliklər qrupunu görə bilirik. Yəni bunun qarşısına almaq, qarşısına keçmək necə ola bilər? Sadəcə olaraq risklərdən çəkinmək, düzgün həyat tərzi seçmək, düzgün qidalanmaq və s. və s. Bir də elə qrup xəstəliklərdir ki, bu xəstəliklərin üzə çıxması üçün həm genetik faktorlar, həm də ətraf mühit amilləri, ionlaşdırıcı, radiasiya, kimyavi maddələr, dərman vasitələri, bioloji maddələr, belə deyək ki, bütün hamısı bu xəstəliklərin zamanla ortaya çıxmasına şərait yaradır. Doktor, təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün. Təşəkkür edirik gəldiyinizə görə. Verilişimizi burada bitiririk. Bizi sosial şəbəkələrdən də izləyə bilərsiniz. Görüşərik. Verilişimizin baş sponsoru Kraton Klinikasıdır. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi, uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Sağlam uşaq, sağlam gələcəkdir tezini rəhbər tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlıq mərkəzi mövcuddur. Klinikanın reabilitasiya şöbəsi manual terapiya, fizioterapiya, reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personal ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmafarez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton Klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Hörmətli pensiyaçılar, Kraton Klinikdə pensiyaçılar üçün xüsusi endirimlər mövcuddur. Belə ki, bu endirimlərdən yararlanmaq üçün e-sosial mobil tətbiqini yükləyib qeydiyyatdan keçərkən tətbiqdəki barkodu ödənişdən əvvəl kassada göstərməyiniz yetərlidir. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir.